Hər kəs salamlayıram. Bu videoda 2024-cü il Nepal Team Selection Test, yəni komanda seçmə imtahanının birinci sualının həllinə baxacağıq. Gəlin vaxt itirmədən suala keçək. Deməli, sualda bizə deyir ki, A və B müsbət tam ədədlərdir. A üstü B üstəgəl B üstü A müqayisəlidir 3 mod 4. Yəni A üstü B üstəgəl B üstü A 4-ə bölünmədə 3 qalığı verdikdə ya A üstəgəl 1 ya da B üstəgəl 1 2 tam kvadrat ədədin cəmi şəklində yazıla bilməz. Fikir verin, A üstü B üstəgəl B üstü A 4-ə bölünmədə 3 qalığı verir. Yəni 4K üstəgəl 3 şəklindədir. 4K üstəgəl 3 şəklindədirsə, bu 4K cüt ədəd olduğundan cüt ədədin üstünə tək ədəd gəlsəm, onda mən bir tək ədəd əldə edərəm. Deməli, bu A üstü B üstəgəl B üstü A tək ədəddir. O zaman bax desəm ki, əgər birinci halda A və B tək olsun. Baxın, A və B tək olduqda A tək olduğuna görə A üstü B də təkdir. B tək olduğuna görə B üstü A da təkdir. Çünki tək ədədin istənilən natural qüvvəti yenə bizə tək ədəd verəcək. Eyni şəkildə B üçün də bu keçərlidir. O zaman hər ikisi tək ədəd olduğundan bunların cəmi mənə cüt ədəd verəcək. Lakin 4K üstəgəl 3 bir tək ədəd idi. Yəni bu cəm mənə tək ədəd verməli idi. O zaman A və B tək ola bilməz. İkinci hala baxsaq, ikinci halda A və B cüt olsun. Cüt olduqda baxın A üstü B üstəgəl B üstü A. A cüt olduğuna görə A üstü B də cütdür. B cüt olduğuna görə B üstü A da cütdür. İki cüt ədədin cəmi mənə cüt ədəd verəcək. Oxşar şəkildə bu halda mümkün deyil. Mən təkli və cütlüyü ona görə baxıram ki, mod 4 mənə təkli və cütlüyü xatırladır bir tərəfdən. Məsələn, cüt ədədin 2 və daha böyük qüvvəti mod 4-də həmişə 0 qalıq verir. Yaxud tək ədədin kvadratı mod 4-də 1 qalıq verir. Bu kimi məlumatlardan istifadə etmək məqsədi ilə mən təkli və cütlüyə baxıram. İndi gəlin 3-cü halla davam edək. Baxın, 3-cü halda A tək, B cüt olsun. O zaman baxın, mən A-ya 2M üstəgəl 1, B-yə isə 2N deyəcəm. Biri tək, biri də cüt olduğuna görə. Onda A üstü B üstəgəl B üstü A-da, baxın, bu bərabərdir 2M üstəgəl 1 üstü 2N-ə üstəgəl B üstü A-nı da olduğu kimi yazıram. Fikir verin, mən burada, baxın, bu ifadəni yaza bilərəm. 2M üstəgəl 1-in n-ci qüvvəti və bu ifadənin kvadratı üstəgəl B üstü A. Baxın, 2M üstəgəl 1 tək ədəd olduğuna görə onun n-ci qüvvəti də bir tək ədəddir. Baxın, əslində bu, baxın, bu ifadə bir tək ədəddir. Tək ədəd. Tək ədədin kvadratı da 4-ə bölünmədə həmişə 1 qalıq verir. Səbəbi də ondan ibarətdir ki, baxın, 2K üstəgəl 1 deyək, bunun kvadratı nəyə bərabərdir? 4K kvadrat üstəgəl 4K üstəgəl 1-ə. 4K kvadrat 0 qalıq verir, 4K da 0 qalıq verir. Hər ikisi 4-ə bölünür. Yerdə 1 qalığı qalır. Deməli, A üstü B ifadəsi mənə 4-ə bölünmədə 1 qalığı verməlidir. Çünki nəyə görə? 2M üstəgəl 1 üstü N tək ədəddir. Tək ədəd olduğundan bunun kvadratı mənə 1 qalığı verəcək. Ona görə yazıram, müqayisəlidir. 1 üstəgəl B üstü A. Baxın, bunun mod 4-də 3 qalığı verdiyi verilmişdi. Ona görə yazacağım, müqayisəlidir 3 mod 4. İndi baxın, mən biri digər tərəfə atsam, B üstü A müqayisəlidir 2 mod 4. Yəni, buradan da göründüyü kimi, B üstü A əslində 4T üstəgəl 2 şəklindədir. Yəni, burada T'miz tam ədəddir, mütləqçi. Yəni, açıq-aşkar görünür ki, bu B üstü A ədədi 4-ə bölünmür. Və biz nə demişdik? Baxın, B-miz bir cüt ədəddir. Cüt ədəddirsə, cüt ədədin 2 və 2-dən böyük qüvvəti 4-ə bölünməlidir. Yəni, onu demək istəyirəm ki, bu A ədədi 2-dən böyük bərabər olduqda, bu B üstü A ədədi 4-ə bölünəcək mütləq. Çünki B cüt ədəddir. Məsələn, mən B-yə 2N demişdim. 2N üstü A deyirəm. Alınır 2 üstü A, vurulsun N üstü A. İndi bu A 2 və 2-dən böyük qiymət aldıqda avtomatik olaraq 4-ə bölünmüş olacaq. Ona görə də mən nə deyirəm? A 2-dən böyük bərabər yox, 2-dən kiçik olmalıdır. İndi A natural ədəd olduğuna görə yeganə hal o qalır ki, A bərabər 1 olsun. Baxın, A bərabər 1 olduqda mən bu ifadəni, baxın, bu ifadəni gətirirəm bura. Gətirdim bura. Onda B üstü 1 müqayisəlidir 2 mod 4, yəni B müqayisəlidir 2 mod 4. İndi o zaman B üstəgəl 1 nə olur? Müqayisəlidir 3 mod 4. Bizdə nə deyirdi? Ya A üstəgəl 1 ya da B üstəgəl 1 2 tam kvadrat ədədin cəmi şəklində göstərilə bilməz.
Biz bunu b üstəgəl 1 üçün sübut edək ən yaxşısı. Çünki a üstəgəl 1 bərabər 2-dir. 2 də 1-in kvadratı üstəgəl 1-in kvadratı şəklində göstərilə bilir. Ona görə biz b üstəgəl 1 üçün bunu sübut edək. Baxın, ümumiyyətlə bildik ki, tək ədədin kvadratı 4-ə bölünmədə 1 qalığı verir. Baxın, mən b üstəgəl 1 fərz eləyək ki, x kvadrat üstəgəl y kvadrat şəklində yazıla bilsin. Burada x və y natural ədədlər olsun, hətta tam ədədlər olsun, tam ədədlər. Baxın, x kvadrat müqayisəlidir. Tək ədəd olduqda zaten 1 qalığı verir, cüt ədəd olduqda cüt ədədin kvadratı həmişə 4-ə tam bölünür. Yəni 0 qalığı da verə bilir, mod 4-də. Nəyə görə? Çünki mən x-a yenə deyirəm, məsələn 2j desəm, bunun kvadratı olur 4j kvadrat, hansı ki bu da 4-ə bölünür. Oxşar şəkildə y kvadratlı müqayisəlidir 1 ya da 0, mod 4. İndi baxın, mən bunları cəmləsəm, mümkün qalıqları tapa bilərəm. X kvadrat üstəgəl y kvadrat müqayisəlidir. Baxın, 1 ilə 1-i cəmləsəm, alınar 2. 0 ilə 0 cəmləsəm, alınar 0. 1 ilə 0-ı cəmləsəm, alınar 1. Oxşar şəkildə yenə 1 ilə 0-ı cəmləsəm, 1 alınır. Yəni gördüyümüz kimi x kvadrat üstəgəl y kvadrat mod 4-də 2, 0, 1 qalıqları verə bilir. 3 qalığı verə bilmir. Lakin biz burada gördük ki, b üstəgəl 1 4-ə bölünmədə 3 qalığı verir. X kvadrat üstəgəl y kvadrat b üstəgəl 1-ə bərabər olduğundan, onda x kvadrat üstəgəl y kvadrat da 4-ə bölünmədə 3 qalığı verməlidir. Lakin hansı ki bu ziddiyyətdir. Yəni gördük ki, b üstəgəl 1 x kvadrat üstəgəl y kvadrat şəklində göstərilə bilməz. Yəni biz 3-cü hal üçün bizdən tələb olunan şeyi isbat etdik. Baxın, mən indi 4-cü hala baxsam əgər, 4-cü halda nə olur? Baxın, 3 hala baxdıq, yerdə bir dənə hal qalır ki, a cüt olsun, b tək olsun. Burada da oxşar hal baş verir. Ona görə çox uzatmayacağam. A cüt b tək olduqda, baxın, a cüt b tək. Hansı ki, a tək b cütdə a bərabər 1 almışdıq. A cüt b təkdə də b bərabər 1 olacaq. Yəni a bərabər 4k üstəgəl 3 şəklində olacaq. Ona görə də 2 tam kvadrat ədədin cəmi şəklində göstərilə bilməyəcək. Yəni a üstəgəl 1 daha doğrusu üzürlü sayaq a üstəgəl 1. Yəni biz məsələmizi həll etdik, sübut etdik ki, bu halda a üstəgəl 1 ya da b üstəgəl 1 ikisindən biri 2 tam kvadrat ədədin cəmi şəklində yazıla bilməz. Bu qədər. Əgər izah sizlər üçün faydalı oldusa, kanala abunə olub videonu bəyənməyi unutmayın. Sağ olun, növbəti videolarda görüşənə qədər.